On the inside of Valieva, really looking to get as far as the silver. It's a new world record of Azerbaijan, who's just picked. Mənim üçün ən çətin əlbəttə ki, Cənubi Afrikada ailəmi qoyub gəlmək idi. Necə tanış olmusunuz? Mən ona deyirəm ki, sən bunu düz eləmirsən, biraz belə elə, o da əsəbləşir biraz üstünə. Belə oldu ki, orada tanış olduq. Cənubi Afrikada evə girəndə adətən ayaqqabılarımızı çıxarmırıq. Burada isə ayaqqabını çıxarıb corabla gəzmək qəbul olunub. Mənim üçün çətin deyil, çünki mən professional idmançıyam. Azərbaycanı təmsil etmək mənim üçün böyük şərəf olacaq. Ən xoşlamadığım bir mövzu odur ki, dəri rənginə görə kiməsə başqa cürə baxmaq. Salam dəyərli Oxaz izləyiciləri. Bu gün biz Azərbaycan atletikasının aparıcı simalarından biri, 4 qat dünya və 2 qat paralimpiya çempionu Lamiyə Vəliyeva və onun həyat yoldaşı atlet Tembojon Monarig ilə birlikdəyik. Gəlin, onların idman planları, qarşıya qoyulan məqsədlər və gözlənilən nəticələri barədə özlərindən eşidək. Xoş gördük sizi. Salam. Salam. Əvvəlcə tanışlığınız barədə soruşacağam. Necə tanış olmusunuz? Biz ikimiz də bildiyimizə görə atletika idman növündən məşğul oluruq və belə alındı ki, mən Çində institutlar arası, yəni studentlər arası dünya çempionatına getdik və o zamanda da Tembojon da öz komandası ilə gəlmişdi o yarışa. Belə oldu ki, orada tanış olduq. Əslində bu gözlənilməz oldu, amma 2 ildən sonra belə oldu ki, ünsiyyətimizi davam elədik və artıq o mənə görə Azərbaycana gəldi. Mən səhv eləmirəmsə, sizin valideyniniz Tembojonun Bakıya köçəcəyi təqdirdə sizin ailə qurmağınıza razılıq verib. Ona görə də soruşmaq istəyirdim ki, Azərbaycana köçmək qərarını verəndə ən çətin tərəf nə oldu? Ailədən uzaq qalmaq, yoxsa yeni mühitə uyğunlaşmaq? Mənim üçün ən çətin əlbəttə ki, Cənubi Afrikada ailəmi qoyub gəlmək idi. Amma mən həm də anlayırdım ki, müstəqil yaşamaq və həyatımı yaxşılaşdırmaq imkanım var. Azərbaycana gəlmək, Lamiyanın yanında olmaq, birlikdə məşq etmək və məqsədlərimizə birlikdə çatmaq mənim üçün çox həyəcan verici idi. Bu da məni çox ruhlandırdı. Çünki başa düşürdüm ki, belə bir imkan karyeramızda çox qısa müddət ərzində yarana bilər. Buna görə də mənim üçün Lamiyə ilə məşq etmək və eyni zamanda burada onunla yarışmaq xüsusilə dəyərlidir. Biraz əvvəl də biz gördük ki, siz bir yerdə məşq edirsiniz. Bu, birlikdə məşq eləmə prosesi necə baş verir? Yəni, bir-birinizə müdaxilə edirsiniz, yoxsa tamamilə sərbəst buraxırsınız? Bu çox yaxşı sualdır. Əlbəttə ki, bizim müəlliməmiz Alesiya Abbasova, o bizi həmişə kontrolda saxlayır. Məsələn, tempo bir hərəkəti işləyəndə ona fikir verir, gözləyir ki, mən də gözləyim və artıq mən də işləyəndə mənə fokuslansın. Arada düz olur ki, məsələn, mən ona deyirəm ki, sən bunu düz eləmirsən, biraz belə elə, o da əsəbləşir biraz üstünə. Amma bu yəni normal hallardır. Sonra mən ona deyirəm ki, yəni məndən küsmə də. Bunu mən deyirəm sənə ki, çünki görürəm səhvləri. Mən özüm də ideal deyiləm, məndə də çox səhvlər olur əlbəttə ki. Amma belə birlikdə məşq eləmək çox yaxşıdır bizə. Çünki ikimiz də bir məqsəd qoymuşuq qarşımızda və buna çatmaq üçün birlikdə çabalayırıq, birlikdə əziyyət çəkirik və bu əslində çox gözəldir. Düşünmürəm ki, bir-birimizə mane oluruq. Əksinə, mənə elə gəlir ki, bir-birimizə motivasiya veririk. Kamilləşmək, bir-birimizi həvəsləndirmək bizim üçün çox faydalıdır. Əlbəttə, Lamiyə ilə məşq etmək məndən bir çox şeylərə müəyyən dərəcədə uyğunlaşmağı tələb edir. Ancaq mən şadam ki, belə bir imkanım var. Düşünürəm ki, Alesiya da hər ikimizi daha yaxşı olmağa təşviq edir. Buna görə də mənə elə gəlir ki, bizim sadəcə olaraq buna qeyri-ciddi yanaşmaq imkanımız yoxdur. Çünki o, bizdən yaxşı nəticələr gözləyir və tam potensialımızı üzə çıxarmağımıza kömək edir. İdmanda uğur qazandıqca şəxsi həyatınızı qorumaq çətinləşirmi? Şəxsən mənim üçün şəxsi və peşəkar həyatı bir-birindən ayırmaq çətin deyil. Düşünürəm ki, bu, qarşılıqlı anlayışı daha da artırır. İşdə öyrəndiklərimizi şəxsi həyatımızda da tətbiq edə bilirik. Bundan əlavə, evdə qarşılaşdığımız çətinlikləri daha yaxşı başa düşürük. Ona görə də mənim üçün çətin deyil. Başa düşürəm ki, peşəkar karyera o qədər də uzun sürmür. Odur ki, işdə olduğumuz zaman bizdən tələb olunan hər şeyi etməliyik. Evdə isə dincələ və sadəcə özümüz ola bilərik.
Bəs bir-birinizə yarışdan əvvəl dediyiniz ən motivasiya edici cümlə nədir? Mənim ən motivasiya verici cümləm yoldaşıma odur ki, güclü ol, heç kimə fikir vermə, öz məqsədini qoy və bunu et. Əsas odur ki, öz nəticəni göstər və sübut elə ki, sən hamıdan sürətlisən. So for me, I always try to Mən sadəcə motivasiya etməyə və ruhlandırmağa çalışıram. Mənim hər hansı bir konkret məsləhətim yoxdur. Lamiyəni dəstəkləməyə və yanında olmağa çalışıram. Əgər görsəm ki, o məsələn çox gərgindir və ya stres keçirir, mənim üçün sadəcə yanında olmaq və dinləmək vacibdir. Çünki bilirəm, güclü təzyiq altında olanda ona ürəyini boşaltmaq, danışmaq lazımdır. Buna görə də mən yanında olmağa və dinləməyə çalışıram. Ona nəyi belə və ya başqa cür etmək lazım olduğunu deməyə çalışmıram. Çünki o peşəkardır və mənim ona məhz bir peşəkar kimi yanaşmağım vacibdir. also to treat you like a professional. Mədəniyyət fərqləri gündəlik həyatda özünü harda göstərir? Əsas hansı fərqli ilə qarşılaşmısınız? So for me, Mənim üçün bu yəqin ki, onunla əlaqədardır ki, Cənubi Afrikada evə girəndə adətən ayaqqabılarımızı çıxarmırıq. Burada isə ayaqqabını çıxarıb corabla gəzmək qəbul olunub. Mənim üçün bu böyük fərq idi. walk with socks and inside of the home and stuff like that. So that was also a huge. Bundan başqa əlbəttə ki, mədəniyyətlərimiz də fərqlənir. Düşünürəm ki, buradakı insanlar yemək, adətən insanların həmin adətləri necə əməl etməsi də kifayət qədər fərqlidir. People here. Lakin mənim üçün bütün bunlar çox maraqlı və hətta heyrətamizdir. Bütün bunları öyrənmək mənim çox xoşuma gəlir. Çünki fərqliliklərə baxmayaraq mədəniyyətlərimizdə həm də çoxlu oxşarlıqlar var. To me, everything is interesting because there's a lot of similarities as well in our culture. Gənclərə, xüsusilə də millətlər arası ailə qurmaq istəyən şəxslərə nə məsləhət görərdiniz? Məsləhətim odur ki, öz ürəyinizi dinləyin və heç kimə qulaq asmayın. Əgər siz özünüz hiss edirsinizsə, bu düzgün bir addımdır, düzgün bir seçimdir və əlbəttə ki, bundan da əlavə bilirsinizsə o insan yaxşı biridirsə, niyə də yox? Əsas odur ki, valideynlər də tanış olsun və görsün ki, bu həqiqətən də layiqli bir insandır, bir insan kimi. Dəri rəngi fərq eləmir. Yəni mən ən xoşlamadığım bir mövzu odur ki, dəri rənginə görə kiməsə başqa cürə baxmaq. Mənim üçün ən böyük, belə deyim, sevmədiyim bir şey odur ki, irqçilik etmək və irq fərqi qoymaq. Biz hamımız insanıq və bizi Allah yaradıb və biz gərək bir-birimizi bizim insani keyfiyyətlərimizə görə hörmət qoyaq və dəyər verək. Bəs Cənubi Afrikadakı məşq sistemi ilə Azərbaycandakı məşq sisteminin arasında əsas fərq nədədir? To me, honestly, I don't think. Böyük bir fərq olduğunu düşünmürəm. Çünki orada da çox sərt məşq sistemi var. Düşünürəm ki, hazırda orada əla nəticələr göstərən bir çox idmançı var. Buna görə də oradakı hazırlıq sistemi də olduqca ciddidir. Amma mənim üçün Alessia ilə məşq etmək biraz başqa səviyyədir. O mənimlə psixoloji cəhətdən çox güclü işləyir və istənilən işdə, istər zalda məşq olsun, istərsə də qaçış, məni daim daha yaxşı olmağa təşviq edir. Mənim üçün əsas fərq məhz psixoloji tərəfdədir. O məni fərqli şəkildə məşq etdirir. Çünki onun digər olimpiyaçılarla və yüksək səviyyəli idmançılarla işləmək təcrübəsi var. Buna görə də psixoloji planda bu mənim üçün tamamilə fərqli bir təcrübədir. Bizdə olan məlumata görə Tembo-Con Azərbaycan Atletika Federasiyasının təşkil etdiyi yarışlarda klub nümayəndəsi qismində çıxış edir və milli komandada iştirak etmək üçün də müraciət edib. Azərbaycanı təmsil etmək istəyi hardan yarandı? So for me, it came from coming here to stay, of course, living here with you in Azerbaijan. Mənim üçün hər şey buraya Azərbaycana qalmaq niyyəti ilə gəlməyimlə başladı. Mən düşündüm, burada qalmağı və bəlkə də idman karyeramı tamamilə bu ölkə ilə bağlamağı planlaşdırıram. Azərbaycanı təmsil etmək mənim üçün böyük şərəf olacaq. Mövcud sistemə və qaydalara hörmət etməliyəm və bu mənim üçün böyük şərəfdir. But for me, it will be a huge honor to represent the country. Yeni ölkədə idmançı kimi adaptasiya prosesi nə qədər çətin oldu? So of course, the adaptation process was hard for me because Uyğunlaşma prosesi mənim üçün bir çox səbəblərə görə çətin idi. Mən ailəmdən, öz cəmiyyətimizdən, alışdığım mühitdən uzaqda idim. Mən yeni bir ölkəyə gəlmişdim. Əlbəttə ki, dili öyrənməli, dil baryerini dəf etməli idim. Buradakı həyatın özü də bir çox cəhətdən fərqlənirdi. Məşq tərzi də, bir çox başqa şeylər də. Beləliklə mənim üçün bu böyük bir dəyişiklik idi.
və bir çox şeylərə uyğunlaşmaq məcburiyyətində qaldım. Düşünürəm ki, müxtəlif ölkələrdə səyahətdə olduğuma, oralarda yarışlarda iştirak etdiyimə görə mənim üçün o qədər də ciddi fərq olmadı. It wasn't such a big difference after all for me. Bir çox idmançıların dediyinə görə çempion olmaq nə qədər çətindirsə, o səviyyədə qalmaq ondan daha da qat-qat çətindir. Bəs sizin paralimpiya çempionluğundan sonra motivasiyanı eyni səviyyədə saxlamaq sizin üçün nə qədər çətindir? Mənim üçün çətin deyil, çünki mən professional idmançıyam və mən öz məqsədlərimi bilirəm və mənim məqsədim bir pilləyə çatıb orada dayanmamaqdır. Düzdür, belə bir idmançılar var ki, onlar müəyyən dərəcəyə çatıb daha sonra niyəsə alınmır onlarda, amma mən o idmançılardan deyiləm. Çünki mənim həmişə məqsədim var və paralimpiya oyunlarındakı mənim qalibiyyətim, medallarım o demək deyil ki, mən başqa insan oldum. Mən həmən insanam ki, hansı ki istəyirəm daha yüksək nəticələr göstərmək və özümü sübut eləmək və mənim üçün limit yoxdur. Mən istəyirəm ki, sağlamlar arası da özümü nümayiş etdirmək və buna görə hal-hazırda çox güclü şəkildə məşq edirəm ki, çalışa bilim, olimpiyada lisenziya alım 2028-ci ildə. İnşallah ki, bu məqsədə çataram. Karyeranızın ən kritik dönüş nöqtəsi hansı olub? Ən kritik dönüş nöqtəsi deyərdim ki, 2024-cü ildə paralimpiya oyunlarından sonra oldu, Parisdə keçirilən. Əsasda 400 metrə məsafədən sonra başa düşdüm ki, mən nələrisə dəyişməliyəm və artıq ondan sonra mən bir neçə ay sonra müəllimimi dəyişdim və bu mənim üçün çox bir çətin dönəm idi, amma ki, mən düzgün seçim etdim. İndi baxarkən 2024-cü ilə və indi çox böyük bir fərq var və mənə nə qədər də çətin olsa da mən düzgün addım etdim ki, bunu elədim. Həyatda bəzən risk almağa çətinlik çəkirik, amma ki, bu riski etməliyik ki, daha da yaxşı olsun həyatımız, daha da güclü nəticələr olsun idmana baxarkən. Və deyərdim ki, bu mənim ən kritik dönüş vaxtı olub, çünki mən 10 il idi ki, öz keçmiş müəllimimlə birlikdə məşq edirdim və bu mənim üçün çox çətin idi. Amma bunu etdim və çox da razıyam və düzgün qərar etdim. Azərbaycan paraatletikasında hazırda ən çox nəyə ehtiyac var? Tək paraatletikada yox, ümumi deyərdim, yəni atletika idman növündə. Məncə daha çox cəmiyyəti cəlb eləmək lazımdır. Çünki mən fikirləşirəm ki, atletika idman növü ümumiyyətlə bizdə Azərbaycanda çox güclü şəkildə təbliğ olunmur və düşünürəm ki, bunu daha çox artırmaq olar və valideynlər adətən onlara sual verəndə, məsələn, görəndə ki, uşaqları aktivdir, onlar daha çox güləş, judo, futbol, belə idman növlərinə istiqamətləndirirlər. Amma ki, onlar düşünməlidirlər ki, əslində atletika bütün idmanların kraliçası sayılır. Yəni, bütün idman növləri üçün atletika xeyirdir və ən azından gəlib baxmaq, necə deyim, dənəməyə dəyər və niyə də yox. Yəni, bizdən çox olub ki, idmançılar yaxşı çıxıb, xüsusən də Ramil Quliyev. Və düşünürəm ki, daha da cəmiyyət içində populyar eləmək olar atletikanı. Lamiyə xanım, siz 200 metr məsafəyə qaçışda və 400 metr məsafəyə qaçışda Azərbaycan rekordunun sahibisiniz. Bu rekordları qırdıqdan sonra rəqibləriniz sizə qarşı münasibəti dəyişibmi? Yox, deməzdim. Nə mənim münasibətim dəyişilib, nə mənim rəqiblərim münasibəti dəyişib mənə qarşı. Mən çalışıram həmişə hörməti qorumaq və öz rəqiblərimə də hörmət etmək. Belə olur ki, yarışdan əvvəl də mən görəndə ki, kiminsə problemi var, kömək eləmək, dəstək olmaq. Yəni, bu mənim xarakterimdə var. Amma yarış zolağına gələndə mən heç kimi görmürəm. Ümumiyyətlə belə olmalıdır. Yarış yarışdır, orada dost yoxdur və rəqabət aparmaq lazımdır. Buna görə çalışıram ki, qızıl ortanı qorumaq ki, həm mənim insaniyyət baxımından
xüsusiyyətlərim dəyişilməsin, həm də idman baxımından. Bu biraz çətindir, amma bunu stabil saxlaya bilirəm. Təşəkkür edirəm, çox sağ olun. Hər ikiniz də müsahibəmizdə iştirak etdiyiniz üçün təşəkkür edirəm. Karyeranızda uğurlar Siz sağ olun, Siz siz sağ sağ olun, olun, çox sağ çox sağ olun.